Salam, hər vaxtınız xeyir dostlar. Bugün sizlərlə Brawl Stars videosu çəkirik və yeni karakter bizdə açılmayıb hələ. Mendy var, onu alacağıq və oynayacağıq. Hal-hazırda bizə Mendy çıxmadığına görə biz onu taşın alacağıq. Hal-hazırda özdə endirmə düşüb 100 taşadır. Bu arada kanalımızı izləmişsinizsə, kanalımız yenidir, bir dəstək olmağınız bizə yəni çox kömək eləyər. Əgər bu videoya bir 50 like gəlsə, Mendy'nin 1000 kupaya kasacağıq. Bir də aranızdan oynamayan və ya zəif oynayan dostlarınız varsa, elə onlara da kömək eləyərik ki, birlikdə kasaq, birlikdə böyüyək. Kanala abunə olmağı unutmayın. Tezliklə qəşəng videolar da gələcək, Brawl Stars videolarda və s. Və biz Mendy ilə ilk oyunumuzu oynayaq. Deməli, marketə giririk. Burada təklifimiz var. Mendy təklifi və biz bunu 99 elmasa alırıq və aldıq. Hadi bir dənə Mendy. Bəli, yeni savaşçımız açıldı. Deməli, birinci savaşımızı götürək. Görək nə qədər səviyyə basırıq. Və bizdə bir 4 səviyyə oldu. Biz bunu 5'ə də baxa bilirik. Bəli, bir 5 səviyyədə rahat qalıb. Deməli, başladıq. Bir üslü girək, görək nə effekt verir. Saçıb şeydən girirdim. Mendy bildiyiniz kimi metada da güclü karakterdir və metada da yeri var. Çünki hiper şarjı dəhşətli dərəcədə güclüdür və sizə deyərəm ki, hətta oyunu belə qutara bilir. Və başladıq oynamağa. Bizə kimi düşüb, şey düşüb. Burada çox ehtimal botlar gəlir. O qədər də güclü oyun getmir. Əsas oyunlar 1000 kupa və üstündə gedir. 1000 kupa üstü oyunlar çox dəhşətli olur. Hətta deyim, orada bəzən udada bilmək olmur. Çünki yüklərin belə çox belə olsa, və Angelonu öldürdük. Yüklərin çox belə olsa, bəzən görürsən ki, 2 takım falan gəlir. Biz bir dənə bunlardan qasa bilsək, yox, Lola bizi apardı. Sağ olsun, takım arkadaşlarımız var, bizi tutacaq həyatda. Mendy səviyyəsi az olduğu üçün də nə aksesuarı, nə yıldız gücü, nə də hiper şarjı var, heç biri işləmir. Bir dənə Pokon'u alaq buradan. Dəymədi. Şey, sağ olsun, apardı. Qalxan olmasa ona da yetmişdi. Və bu oyunu aldıq. Bu bizim birinci oyunumuz idi. İndi növbəti oyuna bir dənə keçid eləyək. Bunlar elə oynayırsa, bunlarla oynayaq. Olmursa da fərq eləmir. Çünki biz özümüz də güclü oyuncuyuq. Mən bu dəqiqə 70 minə doğru kasıram. 42.500 falan bir kupam var. Və 20 karakterim yümindir. Və çalışıram daha çox karakterlər açım. Sizlər üçün qəşəng bir video çıxardım. Və Brawl Pass çəkilişi də olacaq bizdə və Brawl Pass'də kutu açılımları da olacaq. Yəni onlara da bir baxmağınız məsləhətdir. Çünki məncə bir kit çıxar bizə. Çünki kiti çıxartmaq biraz çətindir. Həm də mənim sevdiyim oyunculardan biridir. Kutumuzu alaq. Kutunu aldıq. Bizə Otis düşüb. O bir takım arkadaş da Squeak'dir. Squeak'i bu arada mən 1000 kupa eləmişəm. Çox qəşəng karakterdir. Qası öldürdük. Burada kutularımız var, onları alaq. Bu arada Mendy dayananda daha çox atış eləyir. O baxımdan çox yaxşıdır. Kaderi Squeak o biri dünyaya apardı. Görək gələ biləcək oradan. Bu da öldü və burada da birinci olduq. İndi bir oyun da oynayacağım. Mendy'nin qazanması bu cürdür. İndi məğlubiyyətinə baxaq, görək necə olur və tək hesablaşmağa girək. Görək burada başımıza nə gəlir. Burada mən istəyirəm yaxşı turnirlərdə olsun, turnirlər də keçirdək, eləyək. Dostlarımızla oynaya bilək. Məqsədimiz Azərbaycanda Brawl Stars'ı inkişaf elətdirməkdir. Və bizə yəni olduğu üçün botlar düşdü və mən burada gedim birini ölüm. Mendy'nin uduzum animasyonunu görək. Ortaya gələn yoxdur, nəcəbsə. Zaten bu kupalarda oynayla tez keçir ki, mənim ucu 6 savaşçı qalıb. Görək Brock bizi öldürə bilər. Brock bir dənə də qoy. Ay sağ ol.
Və Mendinin də uduzma animasyonu bu cürdür. Davam edək. Sizə ID-mizi də göstərək. Dostluq atanlar ata bilər. Bu arada məndə əfsanəvi kostyum olan Torbibi var və mən onu almışam. Çox müq və qəşəng bir kostyumdur. Yəni onu sizə də tövsiyə edərəm. Bir də məndə Mekabo var. Yəni digər kostyumları da alacağam. Mekabo da özü çox yaxşı bir kostyumdur. Və burada kupalarını da göstərdim sizə. 1000 olan kuboklar bunlardır. Və bu arada Mr. P-dir, Sprout'dur. Ondan sonra sizə deyim, Brokum var mənim 8 səviyyədir və bir də Grom 8 səviyyəli olan 1000 kupa eləmişəm və serilərini də özünüz görürsünüz. Dostluq atmaq istəyənlər bizə ata bilər. Video bu qədər idi. Sonlandırıram. İzlədiyiniz üçün təşəkkürlər. Yeni videoların gəlməsini istəyirsə kommentlərdə öz fikrinizi bildirin. Yəni çəkişlərimiz də olacaq. Brawl Pass, qutu açılımı və s. Hətta sizlərə bir hesab da hədiyyə edə bilərik. Onun üçün bizi izləməyi unutmayın. Sağ olun.